Salyan şəhərində PMK 9 kimi tanınan yaşayış massivində yerləşən futbol meydançası sökülür. Sakinlər isə stadionun sökülməsi xəbərinə etiraz edirlər. Bəs görəsən sözü gedən ərazidəki stadionun sökülmə xəbəri nə qədər doğrudur? Ətraflı əməkdaşımız Yaqub Mehdoğlu'nun süjetindən biləcəksiniz. Uşaqlar oynamağa yer yoxdur. Gündə bir uşağı maşın vurur burada. O çəpər əvəzi buradan yanmış teldən çəpər çəkmişəm. Gəl söküb töküblər yerə. Düz o başdan bu başa kimi baxa da bilərsiniz. Yəni yaman gündədir. Ərazidə yaşayan sakinlər iddia edir ki, gənclərin asudə vaxtını keçirməsi üçün nəzərdə tutulan yeganə meydançanın satılması planlaşdırılır. Sakinlər deyir ki, uzunluğu 110 metr olan futbol meydançası şəraitsiz olsa da öz daxili vəsaiti hesabına qoruyub saxlayıblar. Lakin futbol meydançasının ayrı-ayrı şəxslərə satış məqsədi üçün verilməsi haqqında şayələr yayılır. Səhər bir gün bir də qorsan göndərirlər, hərə bir də metrə götürüb gəlir burada həyət yeri tutmağa, setka çəkir, çəpər çəkir. Bax, özüm setka almışam, uşaqların oynamağa yeri yoxdur. Gəlir burada oynamağa, deyirlər ki, burada yer də satılır, stadion satılacaq, bizim oynamağa yerimiz yoxdur. Neçə dəfə bura biz güzəşt edib telzat çəkmişik, qapılara torzat çəkmişik. Gəlir deyirlər satılacaq bura. Bu da olmayandan sonra uşağın günü satılan yerdə tikilən dönərxanalarda, restoranlarda, kafelərdə olacaq. Məsələ ilə bağlı Şirvan Salyan Regional Təhsil İdarəsindən bildirildi ki, stadion 5 nömrəli məktəbin balansına keçirilib. Satılıb-satılmayacağı ilə bağlı sualımıza isə cavab verilmədi. Təhsil İdarəsinə fərqli olaraq Salyan şəhər bələdiyyəsindən isə bildirildi ki, deyilən ərazi ilə bağlı bu gün bizdə torpaq satışı ümumiyyətlə həmən ərazidə nəzərdə tutulmayıb. Bilavasitə ki, ora stadion kimi istifadə olunur. Bir mənalı belə bir şey yoxdur, nə də bundan sonra nəzərdə tutulmayıb. Nə də oradan hər hansı bir vətəndaş bizə müraciət eləməyib ki, oradan fərdi yaşayış evi tikmək üçün ona torpaq satışı həyata keçirilir. Ümid edirik ki, sözü gedən ərazidəki futbol meydançası hələ uzun illər gənc idmançıların yetişməsində vasitəçi olacaq. Yaqub Mehdoğlu, Vüqar Qaliboğlu, Diana Cəlalit, Spoys TV, Salyan.